Salam, kanalıma hoş geldiniz. Size bir resept vereceğim. Bu reseptin kısa halını çekmişim, lakin orada tam dəqiq olmadığına göre indi sizə reseptin dəqiq formasını deyəcəm. Belə bir dənə balaca tava götürürsünüz və bir ədəd yumurtaya 2 yemək qaşığı şəkər tozu əlavə edirsiniz. Mən artıq neçənci dəfə hazırlayıram deyə hər şey göz yarı əlavə edəcəm, lakin sizə dəqiq resepti deyəcəm. 2 yemək qaşığı qədəri kakaonu da əlavə edirsiniz. Daha sonra 3 ya da 4 yemək qaşığı qədəri duru yağ əlavə edin. Daha sonra bunları yaxşıca karıştırmak lazımdır. Bu üzerine 2 parmak kadar su da əlavə edirsiniz. Suyu süt ile de əvəz edə bilərsiniz. Yəni süt də əlavə edə bilərsiniz. Daha sonra 4 yemək qaşığı un, 4. Üzerine bir ədəd vanil, bir ədəd də qabartmanın yarısını əlavə edin. Bu qədər yeterli. Qabartmanın hamısını əlavə eləmədim, lakin vanilin hamısını əlavə edəcəm. Bunları da əlavə etdikdən sonra hamısını yaxşıca qarışdırın. Yaxşı qarışdırdıqdan sonra kənarını belə spatula vasitəsilə təmiz edin ki, köpərkən də yaxşı köpə bilsin, həm də kənarları səliqəli olsun. Kıvamı isə göstərim, bu cür olmalıdır. Eğer sizdə kıvamı çox duru olsa, əlavə olaraq da un əlavə edə bilərsiniz. Sonra asxotda qazımızı yandırırıq və qoyuruq üzərinə. Qapağını da bağlayırıq. Bişənə kimi qapağını açmayın. Bişdikdən sonra zaten belə baxanda biləcəksiniz bişib, qəşəng köpür və bişir. Mən indi sizə göstərəcəm. Bu hazır olsun. Mən də indi hazırlayayım sosunu. Üzərinə əlavə eləməli sosunu da hazırlayayım, sizə göstərim. Sosu üçün isə bir stəkan götürün. Stəkanın içərisinə yenə 2 yemək qaşığı şəkər tozunu əlavə edin. Onun da üzərinə bir belə dolu qaşıq da şokolad əlavə edin. Eğer evinizde süt varsa, süt yoxdursa, üzerine belə su əlavə edin ki, həm şokolad, həm də şəkər tozumuz ərisin. Qaynar əlavə edin və yaxşıca qarışdırın. Bu sosumuz da çox belə duru halda olmalıdır. İkinci şokolad da əriyəcək və sos da əriyəcək. Bu qədər yetər. Eğer videoya bura kimi baxmısınızsa və sizə maraqlı gəlirsə, mənə takip vaxtı dəstək olmağı unutmayın. 2 ildir ki, mən bu hesabı açmışam. Hələ də 1000 takipçiyə ulaşa bilməmişəm. Dəstəyinizə ehtiyacım var. Dəstək olmağı və takip atmağı unutmayın. Artıq keksimiz hazırdır. Gördüğünüz kimi çox gözəl qabardı və pişdi. Eğer içinin pişməyinə əmin olmaq istəyirsinizsə, çöplə yoxlayın. Görürsünüz ki, içinə qalmayıb üstündə. Sosunu tökməzdən əvvəl yaxşıca belə doğrayıram. Daha sonra sosunu əlavə edirəm ki, sos kekin içərisinə də yaxşı geçsin. Həm ıslaq kekim olacaqdır. Çox qəşəng, çox ləzzətli alınır və gördüyünüz kimi hər şey gözünüzün qabağında elədim, videomu kəsmədim. Gördüyünüz kimi çox da gözəl və çox rahat bir şəkildə 5 dəqiqəyə hazır olundu. Sosunu da üzərinə əlavə edirəm. Və bu indi canına çəkəcək sosunu və çox gözəl alınacaq. Axırda mən sizə sunumunu da göstərəcəm. Bir dənə bunun gözəlliyinə baxın. Çox möhtəşəm. Super alınır və həqiqətən hamıya tövsiyə edirəm. Hazırlayın 5 dəqiqəyə və çayınızın yanında nuş edin. Vaxtınız bəyəndinizsə bəyənməyi, takip atmağı unutmayın. Gələn videolarda görüşmək üzrə. Sağ olun.